Salam aleykum, hardayam hökməli qobi olmayan bir həyətdə 2 mərtəbə kimi 2 ailə içində yararlı, 1 ailə içində yararlı. Necə reestr eləyə bilərsiniz. Həyətinə maşın girdi, naves kimi çıxardıb. Həyəti normaldır, evin özü də 3 otaq, 1 kukla bidir. Və burada da əl damıdır, ayaqolsu da var. Su baseynasına qədər var. Evin içərisindən tanış olaq. Buradan gəldik. Yəni mətbəxdir. Mətbəx möbili prosto belədir biraz. Əyridir. Bu necə elə qoyublar? Onu da bir başa düşməyə bilmədim. Bir də buradan da gəldik. Burada bir dənə yataq otağıdır. Burada bir dənə də yataq otağı buradadır. Deyim, çox lüks evdir, yox. Orta remontlu evdir. Qiyməti də normaldır. İndi yuxarıda da bir otaq, bir kukla var. Buradan da gəldik. Yəni burada. Yəni burada yataq otağıdır. Görürsünüz, çox da lüks təmiri yoxdur, amma yaşayış var hal-hazırda içərisində. Burada da hamam salon üzəridir. Qalxaq ikinci mərtəbə ilə də tanış olaq. Qiymət haqqında da məlumat deyim. Burada əldamı kimi də düzəldilib. Artıq nəsə olsa qoymaq üçün qalxaq ikinci mərtəbəyə. Qanuni 2 mərtəbədir bura. Yuri, burada nə gəlsin? Burada bir dənə mətbəxlidir. Burada hamam salonu üzəridir. Bu təmirlidir. Qiyməti. Bir dənə də yataq otağı buradadır. Qiymət 42.000 manatadır. Real puldan gəlir ki, dayısının eviyyəsi ilə danışarsan. Qazı, suyu, işığı, mərkəzi kanalizasiya, yaşayış üçün hər şey var. Hökməli Qobi yolunda Yaşıl marketi keçəndən sonra əlaqə saxlayın, hər qiymət evlərimiz var. Kimdə ev satırsa zəng eləsin, 1 gün, 2 gün, uzaq başı 3 gün. Sağ ol.